Salam kızlar, sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Ne tərsiniz, ne var, ne yok. İnşallah ki yaxşı olun. Ben de yaxşıyam kızlar, şükür. Neçə gündür papama kömək eləyirəm. Papamla taxta vururam, pol vururam. Tək işi deyirik. Papam yenə yazıqdır da, ürəyim ağrıyır. Allah canını sağ eləsin. Kömək eləyir. Ben de yine böyründə başında yaxşıyıq. Çəkiş verirəm, mismar verirəm. Yenə baxma. Nə qədər olmasa bir bağlaca da olsa kömək eləyirəm. Ona görə hələ ki video çəkmirəm. İnşallah ustalar işlərini bitirsin, geçsin. Ondan sonra yavaş-yavaş düzenli olaraq, düzenli şəkildə videonu çəkəcəm. Hələ ki ola bilər indi bir gün o yana, bir gün bu yana, yəni sıradan çıxa bilərik. Nə qəşəng küləkli. Qırağa çıx Yusra. Vloglar ola bilər ki, hələ ki gün aşırı olmaya, sıradan çıxa bilərik. Amma inşallah yaxın günlərdə plana salacağım hər bir işimi. Sağlıq, salamatçılıq olsun. Belə gedirik Yusiflə mismar almağa. Mismarımız çatışmadı. Az qalıbsa dedim gedim alım gəlim. Allaha şükür hər yer yaxındır. Yenə əlimiz atanda ala bilirik. Qəşəng sərinlikdir havada, küləkdir, amma isti küləkdir. Kızlar, bugün menümüzdə xəngəl var. Xəngəl pişirəcəm. Papam çox quru yeməklər yemir. Ən çox sup falan istəyir. Ona görə böyründə belə ərişdəmiz də var. İnşallah sabahda falan da qəşəng ərişdə bişirərəm. Keçən səfər biraz qanat almışdım, toyuq qanadı. Əslində onu qızartmaq üçün almışdım. Onu da yarısını qızartdım. Heç onu da yemədilər uşaqlar. Ağlım getdi ki, yaqın yaxşı olar. İstədim onu soğan çayla eləyəm. Yəni çolpa dadını bildim də. Mağazadan alma çolpadır. Nə bilim, qanatlı budur. Hər saat mən onları işlətmirəm. Amma yenə də dedim ondan eləyim. Amma bilmirəm dadı nətər olacaq. İnşallah yaxşı olar. Qaramız da burada hazırdır. Ancaq toyuq qanadından xəngəl. Bu səfər də belə olsun. Baxın, bu pəncərələr, bu işlər, hamısı məni gözləyir. Nə qədər görüləcək işlərim var.
Burada deyəsən televizorun şnurudur. Bilmirəm nə üçün bunu qoyubdur. Deyəsən televizor üçündür. İlana oxşuyur içəri girəndə. Gərək indi o bir usta gələndə onu oradan yuxarıdan divara falan vurduram. Qala orada. Belə. Görürsünüz nə qəşəkdir. Təmizlik nə qəşəkdir. Hələ təmiz deyil. İnşallah indi qəşək bu otağa köçəndə onda qəşək siləcəm, eləyəcəm. Hələ ki onsuz da iş davam eləyir. Belə. Hələ daruşqalarım yulasıdır. Nə bilim, o qədər işim var ki, bilmirəm ki, hansından başlayaq, hansında bitirək ki, Allaha da xoş geçsin, bəndəyə də. Belə. Bir də inşallah qalıb yuxarılar qızlar. Yuxarının paduqası, bir də yuxarıya zamaska vurulası. Bu otağı görsünüz, bax, bura qədər şumal gəlir. Şumallanıbdır bura qədər. Buradan yuxarısı, amma dalğalıdır. Bir altlıq, bir də üzdük deyirlər də. Ora altlıq vurulub, amma üzdüyü yoxdur. İnşallah ora üzdük vurulmalıdır ki, qəşək dümağ görünsün. Belə baxanda görsünüz, bilinir, xətti var. Belə. Üniversite journalizm'e başlayan. Qızlar, bu otağı da daşıdıq, o bir otaqlara yığdıq. Qaldı buranın daruşqalarını yığmaq. Əslində bunun üstünü toz soranı ev götürməliyəm. Amma toz soran da yəni hansı otağa qoyduq bilmirəm. Burada onsuz da bu batır. Görsüz qıraqlar da, beton qırıqlar da tozdur.
Elə qarğı süpürgəm də yoxdur, kirlidir. Onu da gətirib bura vurmaq istəmirəm. Onlar da hamısı tozlardır. Yəni söktükcə, daşıdıqca üstü batır. İndi bunları da yığım. Ondan sonra bunlar düşsün aşağı, yollasıdır bunlar. Bir də inşallah bunu açıb yuyanda üstünü orada ya toz soranlayaram ya da şotqulu nəsə də şotqu ilə eləyib sonra əlbəttə ki yumaq lazımdır. Yəni indi desəz ki niyə belə yığdın? Burada yəni heç cürə onu təmizləyə bilmirəm. Görürsüz onsuz da hər yer tozlu, qıraqlar falan. Özüm də yorulmuşam, möhkəm yorulmuşam. Belə. İnşallah sağlıq olsun, qismət olsun ki otaqların gözəlliklərini sizinlə paylaşım. Bu pərdəm də cihizliyimdən olan pərdəmdir qızlar. Elə belə vurmuşdum müvəqqəti. İnşallah Allah qismət eləsə bunların hamısına qəşəng yeni pərdələr alacağam. Əsas taxtadır da, yəni ən birinci mənim üçün önəmli olan taxtadır. Evlər pollansın. Ondan sonra inşallah gerisi Allah kərimdir. Pərdə falan olar, yəni hasant işlərdir. Belə, bunu da düşürdüm aşağı. Götürüm. Hələ gərək bunları düşürdəm. Bir yorğunluğum çıxa, bir 10 gün. Ondan sonra başlayam yumağa. İnşallah ki sular gələr. Davam eləyərəm, yuyaram. Evlərin içindən bir yüngülləşə bilsək, bilərik ki, Allaha şükür təmizə çıxmışıq. Belə. Bunlar yumaq hasat deyil. Ləkənlər düşürüb çıxartmaq çətindir. Qarşana bunlar, qarşına olar. Bunun üstünə ayaqqabı çıxır Yusuf. Nə günə qoyub, qaç. Hani biraz gencimi alıb, qarandan boşaldım. Darışqaları çıxardım, qoydum piləkənə. Buranı azıq süpürüm. Çəkil üstə, nə olar üstə? Kaçan tasıma gətirib, tökdüyü şeylər yığışdırım. Xahiş edirəm. Altına da canım. Yox, yekələri götürürəm. Onsuz da tozlu da gətir. Gətirsən, təkəndəsin. Gətirəm. Al yerə baxsın. Al bu çocuğum. Mən biləklərim oldu olur. Zibili yığmayla, nə olar aman kimi, xahiş edirəm. O günlərim aşağıdayam, bu ağ nəyinsə 2 dənə evdə hardansa gəlmişdi, bax bu ağ, uçan şeylər. Gəldim ki, Yusif bütün otaqlara yayıb da ona, bütün otaqlara. Hər yer ağappaq. Toz-soran gücü çatır, onu çəkə bilmirdi. 3 dəfə toz-soran üçün boşaltmışam, təzədən onu çəkmişəm, boşaltmışam bir də. Mən içərəm. Nə? Dönər içərəm. Azı butulkada su gətir, azı çilə bura, tozla. Mən içərəm. Hətta sən də, mən yorulmuşam sən.
halası olmuş burada. Sonra bir şey oldu. Əlindən düşən zibillərinizi süpürün. Qalanın su içinə, o da pərdəni falan sökəcəm hamısını. O benim ağrıyım. Yavaş yavaş, bayaqki kimi yox. Yavaş yavaş su içinə yaxşı. Bilen. Hə, aşağıdan aşağıdan. Acıcı da, acıcı. Buralar deyir. Buraları. Hər yerinə də üst-üstə eləmə, qıraqat elə. Hə, sağ ol, təşəkkürlər. Hə, bir də belə. Bu da bizim otağımız. Baxın, inşallah gün o gün olsun. Buranı qəşəng, bəzəkli halını göstərim sizə qızlar. Bu pərdəni də söküm çıxardım. Onu ben çıkarabilirim. Bunu sən bilmirəm, çıxarda bilərsən yoxsa yox. Dən gör, belə deyim, gör. Çıxar bu. Hə, çıxır. Çıxır, amma əziyyətli çıxır. Bura o qədər hündürdü, o qədər hündürdü. Bunları, bu pərdəni müvəqqəti vurmuşdum qızlar. Otaqlara da. Onsuz da bilirdim ki, toz oldum eləcə. Hə, onsuz da bilirdim ki, bu pərdə qızlar dediyim kimi yenə cehizlik pərdəmdir. Bunları elə belə müvəqqəti vurmuşdum. Hə, bilirdim ki, yəni təmir hələ yoxdur da. Ona görə vurdum ki, qalsın. Günün qabağını alsın. İnşallah sağ olsun. Yenilərini alacağım. Qızlar, daruşqanın birini gətirdim. Atdım bura. O birinə hələ gücüm çatmadı. Oturmaq istəyirəm. Çox yorulmuşam. Bir də məhləmizin gözəlliyinə baxın. Mən yuxarıda başım qarışıbdır. Yusif də sağ olsun uşaqlarla burada qəşəng, bəziyib, düzüyüb hər yeri. Bir dənə təmiz yerimiz yoxdur da, təsəvvür edin. Hər yer bu gündədir. Hər yer qarmaş, qurmaş. Allah haqqı, bir dənə Allah güc qüvvət versin. Sağlıq, salamatçılıq olsun. Yəni biraz başa gətirək heç olmasa. Ondan sonra görək nə edirik, təmizə çıxa bilirik heç olmasa. Belə qızlar, bugünlük vlogumuz belə olsun. Pinti pasalaq bir vlogla bugün sizə gəldim. İnşallah ki, bunların əlbəttə ki, bir gözəllikləri də olar. Biraz səbirli olun. Gözünüz kanalımda olsun. İnşallah ki, yeniliklərlə sizləri sevindirərəm. Siz də sevinərsiniz, mən də sevinərəm. Allah sevinən hər kəsin köməyində olsun. Sağ olun, var olun. Sevincimə sevinən hər kəsdən Allah razı olsun. Qızlar, bugünlük bu qədər. Həqiqətən yorğunam. İnşallah biraz toparlanım. Yenə sırayla videolarımı çəkəcəm. Öpürəm hər birinizə, özünüzə yaxşı baxın.